Peyğəmbərin 9 yaşı Ayşə ilə evlənməsi doğrudur. Allah Resulü Muhammed Peygamberin sallallahu aleyhi ve sellem'i əvvəla bizim nəqillərə görə və əhl-i sünnə nəqillərinin hər birini bu üzərində YouTube'da qəşəng videolar var, əslində araşdıra bilərsiniz. Aparılan araşdırmalar Allah Resulü'nün Ayşə xanımla izdivacının 18 yaşında nişanlanmağı və 21 yaşında da, yəni 3 ildən sonra isə izdivacını göstərir. Bunu nəyə əsasən deyirlər? Bunu onun böyük bacısının özündən nəql olunan müəyyən nəqillərə əsasən deyirlər. Nəzərinizə çatdırım ki, bu məsələnin bizim üçün əslində İslam tam təməlində belə şeylər üzərində qurulmayıb. Bizim bir şey haqqında yəni bir qısa bir məlumat deyim. Ən böyük problem buradadır ki, bir insanların bir dənə böyük adam var, çoxunuz da tanıyırsınız, canlıdakılar da tanıyır. Onun qəşəng bir sözü var, deyir, kimdə nə yoxdursa ondan çox danışır. Diqqət eləmişsiniz, ateistlərin danışdığı məsələlərin 90% beldən aşağı məsələlərdir. Qeyrət məsələləri, əxlaq məsələləri. Mən demirəm ateistlər qeyrətsizdir, əxlaqsızdır. Mən belə bir söz demirəm. Prosta ki, yəni bu adamların fikir vermişsiniz, danışdığı məsələlərdə intellektuallıq yoxdur. Yəni danışdığı məsələlər yalnız və yalnız bu və buna bənzər şeylər üzərindədir. Niyə məhz belə şeylər üzərində danışırsınız? Niyə məhz Peyğəmbərin, bax biz öz yaşadığımız dövrdə, Şuşalı elə bir dövrdə yaşayır ki, Peyğəmbər dövrünü araşdıra bilərik. Mənə bircə dənə nəql gətirsin hər bir kimsə ki, Peyğəmbər dövründə yaşasın o şəxs. O şəxs Peyğəmbəri sevməyən adam olsun. Belə insanlar tonla tapmaq olar. Peyğəmbəri sevməyən adam. Amma o adam Peyğəmbər haqqında bir dənə nəqldə şəhvətxordur desin. O adam Peyğəmbər haqqında bu adam çox üzr istəyirəm, öz nəfsinə, öz şəhvəti uğrunda addımlar atırdı. Qurduğu evliliklər buna görə idi desin. Belə bir dənə nəql varmı, yoxmu? Niyə? Baxın, Peyğəmbərə yalancı dedilər, sehirbaz dedilər. Amma bir nəfər şəhvətxor demədi. Niyə? Bu ümumiyyətlə bax bundan əlavə bir çox burada tonla məsələlər var, amma ən şiddətli cahillik bilirsiniz nədir? 2026-cı ildə yaşadığımız dövrü 1400 il öncə baş vermiş sosial bir durumla indiki sosial durumu sintez eləməkdir. Sən o dövrün mövcud qayda və qanunlarını, prinsiplərini gətirib dövrümüzlə, yəni bizim yaşadığımız 2026-cı illə sintez eləsən, zaten aləm qarışacaq bir-birinə. 100 il bundan Hacı Zeynalabdin Tağıyevin 14 yaşında evliliyi olub. Girin internetə Google'a Hacı Zeynalabdin Tağıyev yazın, Wikipediasında evliliklərinə baxın. Hacı Zeynalabdin Tağıyeva adına küçə var, adına nə bilim, Hacı Zeynalabdin Tağıyevin adına bir dəqiqə qəsəbə var. Nasos'un adını eləyiblər Hacı Zeynalabdin Tağıyev. Bu Hacı Zeynalabdin abidəsi var. Siz gedin bunu araşdırın ki, dövlət səviyyəsində tanınmış və dövlət səviyyəsində hörmət qoyulmuş bir şəxsin evliliyi. Heç o da getməyin, çox uzağa niyə gedirsiniz ki? Öz nəslinizi araşdırın, 100 il, 150 il bundan qabağa qədər babalarınızın, nənələrinizin evliliyi yaşına baxın. Özünüz təəccüb eləyəcəksiniz. Ki, onda onların hamısı pedofil olub. Ki, pedofillik, baxın, mən bu məsələni tam elmi müstəvidə girib internetə hər kəs araşdıra bilər. Biyoloji faktor olaraq pedofiliya bir insanın, əgər onda pedofillik varsa, bir insanın özündən qat-qat az yaşlı birinə çox üzr istəyirəm, cinsi zorakılıq göstərməsidir. Bax, meyillənməyə yox ha, zorakılıq göstərməsi. Yəni onu zorlama tətbiqi edərək buna pedofiliya deyirlər. Bu günlərim gəlib Peyğəmbərə bunu deyilməsi, bu cahillikdən başqa bir şey deyil. Çünki Peyğəmbərin ailə qurduğu xanımların yaşına baxanda heç Xədicə xanımla arasında 15 yaş fərq olub. 25 yaş Peyğəmbərin olanda 40 yaş Xədicə xanımın var idi. Peyğəmbərin evliliklərinə biz baxanda zaten bu məsələlərin tamamilə ziddi olan bir şey görürük ki, gəlib günümüzdə bu məsələni bizə belə deyək də, Türkün məsələ olur desin, soxuşturmağa çalışırsınız ki, belədir. İndi gəlin bu məsələyə ateizm mövqeyindən baxaq. Ən şiddətli yer buradır. Ateizm mövqeyində pedofiliya xəstəliyi adlanır. Bu bir pisdir, bu əxlaqsızlıqdır demək struktur deyil. Bu sadəcə xəstəlikdir. Yəni bir nəfər, hər hansısa bir ateist fərdinin, hər hansısa bir materialist ateist fərdinin uşağına gəlib pedofiliya meyillənməsi ilə hərəkətlər eləsə, o adam ona pisdir, bu əxlaqsızlıqdır deyə bilməyəcək. O adam ona xəstədir deyə bilər, müalicəyə göndərə bilər. Maraqlı nüans budur. Baxın, ateizm məsələsi burada daha şiddətlidir. Gəlin biz ateist predmetindən baxaq da mövzuya. Mənim bir dostum var, deyir, ateizm klizması. Ateizm klizmasından baxaq da prizmasından baxaq mövzuya. Biz niyə ancaq müsəlmanlara sual veririk belə? Gəlin bir ateizm mövzusundan baxaq məsələyə. Bir məsələni də aradan qaldırırlar. Bizim cəmiyyətimiz ateistləri var, Azərbaycan ateistləri. Bir məsələni tamamilə aradan qaldırırlar. Bilirsiniz nədir?
bizim cəmiyyətimizdəki ateistlər Azərbaycanda yaşayan müsəlmanları 1400 il bundan qabaq yaşamış ərəblərlə birəbir eyni strukturda görürlər. Amma biz Azərbaycan ateistlərini Professor Lawrence Krauss kimi görmürük. Bir İngiltərəli, bir Hollandiyalı ateist kimi görmürük. Hə yox, əgər elə görsək, məsəl üçün Professor Lawrence Krauss deyir ki, tanınmış dünyanın ən böyük fiziksi ateistidir. Mənim qızımla bir oğlum bioloji təhlükəni qorunsalar, bir-birlərinə eşq və məhəbbət bəsləmələrində və hətta yataq münasibətlərində sorun yoxdur. Amma mən bütün Azərbaycan ateistləri də belədir demirəm ki, biz müsəlmanlar da belə demirik. Yəni bir Hollandiyalı ateistlə Azərbaycanlı ateist bir deyil bizim nəzərimizdə. Biz bunu ayıra bilirik. Bax, mən də başa düşürəm, bu sizin üçün etalon olmaya bilər o Professor Lawrence Krauss. Məsəl üçün, Celal Şəngör, Türkiyəli jeoloq ateist, öz nəcisinin dadına baxıb, öz nəcisinin və bir çox heyvan nəcislərinin dadına baxaraq üzərində tədqiqat aparır və bunu doğru bir şey kimi insanlara təqdim eləyir. Öz qızının, çox üzr istəyirəm, fahişəlik etsə, burada heç bir sorun olmadığını deyir. Bu onun öz şəxsi qərarıdır deyir. Mən bugün Azərbaycan ateistləri də bunu edir deyə bilərəmmi? Xeyr. Mənim bugün Azərbaycanda yaşayan ateistlərim süd bacı qardaş evliliyinə baxırlar axı. Hansı ki bu İslamdan başqa heç bir mənbədə gəlmir. Yoxdur, elə bir ideologiya yoxdur ki, süd bacı qardaş evliliyi pisdir desin orada. Maraqlısı budur. Amma bizim cəmiyyətimizdəki ateistlər, biz müsəlmanlara yanaşması tamamilə fərqlidir. Biz elə bir o bədəvi ərəblər ki, necə ki körpə qızları diri-diri bastırırdılar, nə bilim cinsi və fiziki qullara istismar edirdilər. Sanki bugün biz də beləyik. Amma halbuki belə bir şey yoxdur ortalıqda. Amma halbuki çox sağ olun. Amma halbuki belə bir şey yoxdur ortalıqda. Neysə, mövzunu çox uzatmayaq, ateistlər bəs biz bu qədər.